Tarix təkrarlanır. Səhl İbn Sumbatın həmyerliləri yenidən Rusiyaya meyllənərək Avropalıların sinirləri ilə oynamağa başlayıblar. Necə? Bax belə. Deməli, həftə içi Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrovla görüşən Paşinyan iqtidarının ayrı-ayrı üzvləri Rusiya ilə müttəfiqlik münasibətlərinə hər hansı dəyişiklik etməyəcəklərini bildirirlər. Üstəlik, Alen Simonyan başda olmaqla anti-Rusiyalılar Kremlin patronajlığı altında keçirilən tədbirlərdə iştirak etmək üçün heç bir maniyə görmədiklərini dedilər. Yanvar ayında Ermənistan parlamenti Avropa İttifaqına üzvlüklə bağlı prosesin başladılması haqqında sənədi ratifikasiya etdi. Ancaq indi Ararat Mirzoyan deyir ki, İrəvan Brüssellə Avropa İttifaqına üzvlüklə bağlı danışıqlar aparmır və bu mövzu hələ aktual deyil. Неловко отвечать на ваш вопрос, потому что вам ответ мой не нужен. Belə görünür, ənənəvi erməni taktikası davam edir. Rusiyanın artıq gücləndiyini yəqin edən haylar təkrarən Moskvaya sığınmağa çalışır. Lakin Sergey Lavrovun İrəvanda verdiyi mesajlar Ermənistan siyasi camiyyəsini narahat etməyə bilməz. Rus diplomatının bu bəyanatı isə hayların işğalçı olduğunu və alınan silahları da məhz məkirli niyyətlərə istiqamətləndirdiyini tam sübuta yetirir. Но оружие использовалось российское для... Rusiya silahlarından Ermənistanın heç vaxt rəsmi olaraq iddia etmədiyi 7 mübahisəsiz Azərbaycan rayonunu işğal etmək üçün istifadə edilir. И для сооружения там фортификационных... Orada istehkamlar və döyüş xətləri yaradılıb. Bu da açıq şəkildə göstərir ki, həmin mövqeləri çox uzun müddət əldə saxlamaq planı var idi. Что, в общем, там расчет был на очень длительное удержание этих территорий. Bax, bu da sizə forpost hədiyyəsi, haylar. Rusiyalı diplomat bir-iki cümlə ilə erməni jurnalistin niyə Azərbaycan Qarabağa hücum edəndə Ermənistana silah vermədiniz kimi təxribatçı sualına öldürücü cavab verdi. Və təsdiqlədi ki, haylar Rusiyadan hələ işğal illərində aldıqları silahlarla Qarabağı daimi öz əllərində saxlamaq planları qurmuşdular. Bu sözlər Qarabağı tərk edən ermənilər və Bakıda mühakimə olunan kriminal rejimin nümayəndələri ətrafında hayküy qaldıran qərb dairələri üçün də öldürücü dərsdir. Belə görünür, Ermənistanın qeyri-müəyyən və qeyri-ardıcıl addımları onu regionda artıq izolyasiya olunmuş vəziyyətə salıb.